büdcə müzakirə olunacaq yaxın günlərdə parlamentdə və gələn ilin büdcəsi müəyyənləşdiriləcək. Bu büdcədə hörmətli hökumət üzvləri bütün bunların hamısını nəzərdə tutmalıdırlar, nəzərə almalıdırlar. Əhalinin 2026-cı ildə yaşam tərzini bütün hallarda yaxşılaşdırmağın yollarını aramalıdırlar. Bizim təhsilə özəlliklə, tədris ili yeni başlasa da 15 gündür tədris ili başlayıb, təhsilə ayıracağımız pulların miqdarı artırılmalıdır. Bir şagirdə bu qədər təhsildə pul ayırmaq, bu faciədir, onunla bir yerə gedib çıxmaq mümkün deyil. Bir müəllimə, saat hesabı dərs deyən müəllimə 1 manat 80 qəpikdən 6 manata qədər pul verirsiniz. Bir saata 1 manat 80 qəpik, 2 manat 50 qəpik, 3 manat, 5 manatla o dərsin keyfiyyəti nə olacaq? Ona görə də dərs keçmirlər ki. Ona görə də dərs keçilmir. Hamı repetitordur. Hamı repetitor olur. Mən hələ ali məktəblərdə deyirəm saat hesabı dərs deyənlərə. Bu dəhşətli bir rəqəmdir. Bu şəkildə olmaz. Bu şəkildə yanaşmaq olmaz. Sizin orta statistik qiymətiniz 9 manatdır bir saat üçün. 9 manata da dərs deyərlər. 9 manata da dərs olar. 9 manatlıq dərsin dəyəri keyfiyyəti nə olacaq? 9 qəpiklik olmur. Doğru. Və ona görə də təhsilimiz bu gündədir. Bunları nəzərə almalısınız. Sistemi tamamilə dəyişməlisiniz. Təhsilin fəlsəfəsini dəyişməlisiniz. Bu şəkildə təhsil olmur. İnsanlar niyə oxumalıdır? Nədən ötürü oxumalıdır? Bu dəyişməlidir. Nəhayət diplomdan ötürü oxuyuram anlayışı sıradan çıxmalıdır. Bu məmləkətdə hələ Sovet dönəmindən başlayaraq indiyə qədər olan diplom üçün oxuyuram ifadəsi sıradan çıxmalıdır. Amma hamı yenə də diplom üçün oxuyur. Niyə? Diplomum yoxdur, pul qazana bilməyəcəm, diplomum yoxdur, bir yerdə işləyə bilməyəcəm, diplomum yoxdur, həyatda yer tuta bilməyəcəm. Bu şəkildə yanaşma var. Axı insanlar həyatda öz yerlərini diploma görə tutmurlar. Axı nə qədər diplomsuz insanlar var, iş şəraiti olur, peşə şəraiti olur və s. Nə qədər inkişaf edirlər, özləri üçün də, ailəsi üçün də, çevriləri üçün də yaxşı şərait qura bilirlər. Dövlət bunu dəyişməyi bacarmalıdır və o təhsilə baxış dəyişməsə, diplom təhsili siyasəti dəyişməsə, təhsildə keyfiyyətdən söhbət getməyəcək. Səhiyyəmiz də onun kimi. İki şeyin üzərində millət gələcəyə çıxa bilər. Bir, sağlam və bir təhsilli. Bunun üçüncüsü yoxdur, ay hörmətli hökumət üzvləri, yoxdur. İnsanımız sağlam deyil, dünən dünyasını dəyişən Cabir İmanov niyə 49 yaşında getməlidir? Hələ bu imkanıdır, kifayət qədər təminatlı adamdır. Çünki səhiyyə idarə etməsi düz deyil, ailə həkimləri təyin edin, tibbi kartışkalar müəyyən edin, ayda bir dəfə hər bir ailənin fərdini ailə həkimi yoxlasın, o kartışkaya qeyd etsin, şikayətləri nədir, özünü necə hiss edir və yönləndirmə etsin xəstəxanalara. 95% ürək riski olar bir ölkədə. 95% ürək riski var bir ölkədə, Azərbaycanda. Kardioloji cəhətdən ən bərbad ölkələrdən biridir. Onkoloji cəhətdən ən bərbad ölkələrdən biridir. Mən bir dəfə də sizin efirdə demişim, hər dəfə onkologiyanı görəndə yadıma mərhum şairimiz Şücaətin "Bura biçarə ilə doludur ana" şeiri yadıma düşür. Biçarə ilə doludur orada insanlar. Dayanmadan şəkər xəstələrinin sayı artır. Təminatlar olduqca aşağı vəziyyətdədir. Büdcədə bunu nəzərə almalıdır hökumət. Bu cür insanların hamısının təminatı, dərmanla təminatı, həkim müayinəsinin pulsuz həyata keçirilməsi gerçəkləşdirilməlidir. Niyə bu qədər xəstə uşaqlarımız doğulur? Az qala 5 uşaqdan biri autizm xəstəliyinə tutulur. Niyə? Səbəb nədir? Niyə tibb araşdırmır bunu? Azərbaycan səhiyyəsi niyə bunu araşdırmır? Azərbaycan səhiyyəsi niyə araşdırmır ki, bugün doğulan uşaqların böyük əksəriyyəti təkcə psixoloji travma ilə yox, həm də fiziki travma ilə doğulur. Talasimiya, autizm. Kimi dindirirsən talasimiya xəstəsidir, kimi dindirirsən autizm xəstəliyinə tutulub. Niyə bu qədər problem var səhiyyəmizdə? Nədəndir? Bunun mənbəyi nədir? Qaynağı nədir? Elmi araşdırma olmalıdır bunun üçün. Elmi araşdırma olmalıdır ki, niyə Azərbaycanda doğulan uşaqların bugün bu qədər xəstəlik daşıyıcılardır anadan gəlmə. Bu günlərdə işidirəm, 2 yaşında uşaq
xərçəng xəstəsindən vəfat edib, xərçəng xəstəliyindən vəfat edib. Necə ola bilər 2 yaşında uşaq xərçəng xəstəsi olsun? Nə vaxt tutdu? Harda buna vaxtı çatdı, zamanı çatdı? Bunu araşdırmalıdırlar. Bugün səhiyyəmiz bununla məşğul olmalıdır. Amma bununla məşğul olmaq üçün mütləq kapital qoyulmalıdır. Azərbaycan bəlkə yeganə ölkələrdən biridir ki, elmi iş müdafiə edən pul verir. Elmi işinə görə o pul almır. Nəhayət, dövlət elmi işin sifarişlərinin düzgün həyata keçirməlidir. Dövlət elmi işə sifariş verməlidir institutlara. Tariximin bu dönəm araşdırılmayıb, buna sifariş verir. Bu dövr araşdırılmayıb. Baxıram indi, tariximizə də baxıram, elmimizə də baxıram. Biz biraz belə çox dağınıq söhbət etdik, amma vacib bir söhbətdir. Təbii. Azərbaycan tarixinə baxıram. Yenə də bölücülük elementləri yayılır. Fərqli tariximizin fərqli dönəmləri fərqli şəkildə qeyd olunur. Ya bir dəfəlik bilin, bu ölkənin ərazisində Albaniya olmayıb. Bu ölkənin ərazisində Alpanlar olub. Alp türklər olub. Və çox təəssüf ki, onu yazan xaricilər, özümüz yazmamışıq, xaricilər də Alpın nə olduğunu bilməyib, Alban yazıb. Bu Albanlar deyil, Alpanlardır. Kürdəmir deyil, Kürd Teymurilərdir, Kürdəmirdə yaşayanlar. Onun böyründə 2 kilometrində hörmətli tarixçilər Kür Qaraqaşlı var. Qaraqaşlı türk tayfasıdır. Kür qırağında yaşadığına görə Kür Qaraqaşlı deyirlər. Bu da Teymurilərdir, Kür Teymurilərdir. Gəlib eləyiblər Kürdəmir. İndi bilmirik ki, Kürdəmirdir, yoxsa Kürün dəmiridir. Nədir, hələ onu da müəyyən edə bilməmişik. Bəzən görürsən, etnik adla, millət adı ilə xanlıqlarımızdan danışırlar, tariximizdə budur. Lənkəran xanıdımı, Talış xanıdımı və s. Ay hörmətli tarixçilərimiz. Bu ölkənin bütün xanlıqlarının hamısının adına baxın, bu toponimləndir. Təbriz, Qaradağ, Mərənd, Xoy, Urmiya, Qarabağ, Şəki, Şirvan, Quba, Gəncə və bu da Talış xanlığı deyil, Lənkəran xanlığıdır. Biləsiniz bunu. Və onun da əsasını qoyan millətçiliyə görə qoymayıb. O, Rus gəlib Talışla Türkün arasına bir nifaq salmaqdan ötürü burada başlayıb düzəltməyə. O da Lənkəran xanlığıdır. Onun da əsasını Qaraxan qoyub. O da Ərdəbildən gəlmişdi. Yəni, etnik milli məsələlərə görə olmayıb bu Talış xanlığı və yaxud da Qarabağ xanlığı və yaxud da bir... Bu toponimdir hamısı. İrəvan xanlığı, Naxçıvan xanlığı toponimlə bağlıdır. Nətər oldu bunun içərisində bircəciyi etnik milli... İqbal bəy, təsadüfdür yaxşı oldu bu məsələlərin bu qədər təsadüf deyil, çox təəssüf ki. Təsadüf deyil, çox təəssüf ki. Xüsusilə bunu qabartmaq istəyənlər də var. Tarixçilərimiz də, elmimiz də düzgün inkişaf etmədiyinə görə hər şeyi yerinə qoya bilmir. O qədər bu sahədə boşluqlarımız var. Yəni, bayaq qeyd etdiyim kimi, 2026-cı il büdcəsində bunlara yeri ayrılmalıdır nəhayət. Elmə, səhiyyəyə, insanımızı necə qoruyacaq, necə yaşayacaq, keçən dəfə efirlərin birində qeyd etdim. Ay hörmətli hökumət üzvləri, bir araşdırın, görün ki, əhalinin dövlət büdcəsinə ödədiyi işıq pulunun ümumi yükü nə qədərdir? Qazın ümumi yükü nə qədərdir? Suyun ümumi yükü nə qədərdir? Qarşıdan qış fəsli gəlir. Ən azı 30%-ni bunun hər üçünün, kommunal xərclərin hər üçünün 30%-ni dövlətin neft fondu hesabına qarşılayın. Qoyun insanlar bir özlərini bu vətənin dəyərli insanları kimi hiss etsinlər. Hiss etsinlər ki, mənim payımdır. Axı, yükü olduqca azdır. Üst-üstə illik yükü, bu üçünün 30% illik yükü, inanın 600 milyon deyil. 600 milyon. Ki bu da neft fonduna ödənilən vəsait olsa çox kifayət qədər az vəsait, böyük vəsait deyil. 30%. İnsanlar bir özündə yüngüllük hiss etsin. Başa düşürəm, çətin dövrdəyik. Qarabağda bərpa işləri, quruculuq işləri və s. maliyyə böyük tələb olunur. Amma hər şey bu insan üçün deyilmi? Hər şey Azərbaycan insanı üçün deyilmi? Mən çox tez-tez deyirəm, biz vətəni ona görə sevmirik ki, daşı, kəsəyi gözəldir. Yox, insanına görə sevirik. İnsanına görə.
Sərhədlərimizə baxın. O biri tərəflə bu biri tərəfin arasında bəlkə 20 santimetr fərq yoxdur. Amma biz o tərəfi sevmirik, bu tərəfi sevirik. Niyə? Faunası eyni, florası eyni, relyef eyni, havası eyni, iqlimi eyni, temperaturu eyni. Çünki sərhədin bu tərəfində mənim insanım yaşayır. Mənə bağlı olan, vətənimə bağlı olan dili ilə, məişəti ilə, düşüncəsi ilə, təfəkkürü ilə. Bu insana görə sevirik də. Bu vətən anlayışı da bu insana görədir də biraz da. Biz bu insana dəyər verməliyik.